Deməli 70-ci sualda bizə deyir ki, fəhlə 1242 detal hazırladıqdan sonra onun aylıq planının 54% qaldı. Deməli plan 100%-dir. 54% qaldığına görə plan 46% yerinə yetirilibdir. Biz 46%-i 1242 olan ədədə axtarırıq. 1242-ni bölürük 46-ya, vururuq 100-ə. Burada isə cavab alınır 2700. Keçək 71-ci suala. 71-ci sualda 2 daxili bucağın cəmi 149 olan 3 bucağın 3-cü bucağını soruşur. 180-dən 149-u çıxırıq, qalır 31. 31 A bəndidir. 70-də isə 2700 D bəndində idi uşaqlar. Onu da yazaq. Davam edək. Keçirik 72-ci sualımıza. 72-ci sualda isə kvadratlar fərqi düsturudur. Deməli, vursaq 12-nin kvadratı 144 çıxılsın. 4-ün kvadratı 16 və 5-ə vurduqda 80 edir. Kök altda qalır 64. Oradan isə cavab 8 çıxır. Yəni 72-ci sualda cavab 8-dir.